Salam, hər vaxtınız xeyir, əziz dostlar. Xoş gördüyünüzü. Bugün sizlərlə son keçirdiyimiz ümumi vergi sınağının izahlarını verəcəm. Qeyd edeyim ki, siz bu sınağı əldə etmək istəsəniz, həm bizə WhatsApp üzərindən, həm bizim Telegram və WhatsApp qruplarımıza daxil olub oradan əldə edə bilərsiniz. Əlavə olaraq sizlərin hər birinizə sınağı icra etməmişdən əvvəl belə bir şad xəbər vermək istəyirəm. Bizim inşallah dostlar ödənişsiz formada ayın 7-si, dekabr ayının 7-si saat 11-də bütün ölkədə olan vergi orqanlarına hazırlaşan hər bir tələbə üçün ödənişsiz forma təşkil etdiyimiz sınağa dəvət edirəm. Gəlin, biz bundan əvvəl də heç bir öz tələbəmizdən nə ödəniş almışıq sınağa görə, nə bundan sonra da almırıq və bu sınağı da əyani yerlər məhduddur. Onu bir daha xatırladım. Amma onlayn formada hər kəs iştirak edə bilər. Əyani yerlərin artıq müəyyən hissəsi dolub, kiçik bir hissə qalıb. Ekranda gördüyünüz və aşağıda gördüyünüz nömrələrə yorum hissəsinə sabitləyəcəm. Oradan daxil olun və siz də bu sınaqda tam ödəniş şəkildə iştirak edin. Bu fürsəti hər birinizə təqdim edirəm. İndi gəlin keçək əsas məsələ. Görək bu sınaqda nələr salmışdıq. Demək dostlar, ümumi olaraq sınaqla sizi tanış edeyim. Sınaq yenə də 65 məntiq sualıdır. Bunun 15 sualı rəqəmsaldır. Yerdə qalan hissəsi abstrakt hissədir. Bunların hər birisini sizlərlə bərabər izah edəcəyik hissəli şəkildə. Birinci düşündüm ki, ölkədə ən çatışmayan hissə və tələbələrin daha çox bilmədiyi hissə rəqəmsaldır. Amma bilmədiyi deməzdim daha çox. Nəsə öyrənmək istəmədi. Bilmədiyi deyəndə ki, YouTube-da mənim bu hissələrlə bağlı, yəni onlarla videom var. Hərəsindən bir dənə bir şey öyrənsəniz, gedişat qaydasını. Bir çox şey sizin üçün tam şəkildə aydın ola bilər. İndi gəlin, bir də bax, bu gözəl birinci sualdan başlayaq görək. Nə var ki burada belə? Demək ki, verilən hissədə son zamanlar hamar ağası deyilən sualdır. Bununla bağlı bəli. Mən bir neçə ay bundan əvvəl izah vermişdim. Dedim dostlar bunu diqqətinizdə saxlayın. Bu sual tipi biraz qarışıq idi. Niyə? Burada ümumi daxili məhsul var və ümumi daxili borc var. Banqladeshlə bağlıdır. Bir neçə dəfə dövlət qulunun qəbuluna düşüb. Düzdür, qıraqdan baxanda vergi orqanlarının qəbulunda olan cədvəl və diaqram tipli məsələdir. Amma yenə də rahat bir yanaşma verək ki, sizdən hər birinizin başa düşmək üçün çalışdığım qədərilə uzun-uzadı eləyəcəm ki, riyaziyyatı olmayan dostlarımız da gedişatları bilsin. Görəsən burada nə var? Deməli, dostlar, yazıb Banqladeşin ümumdaxili məhsulu Rumıniyanın ümumdaxili məhsulundan 4 dəfə çoxdur. Ümumdaxili borcu Guantanamo'nun borcundan 11,4. Məhsul başqa şeydir, dostlar. Borc başqa şeydir. Məsələn, mənim 100 manat pulum var. Bu mənim məhsulumdur. Amma burada veriləni isə deyirik ümumi dövlət borcu, ümumi daxili nisbətlə. Məsələn, mən tutalım Rumuniyayam. 52,1%-dirsə mənim borcum. Yəni 100-ün 52,1% nə qədərdir? 52,1. Məsələn, Yunanistanın borcu yazır 168,9. Yəni mənim 100 manat pulum varsa, o mənim. Yəni burada nədir? Borc məhsul neyniyir? Qabaqlayır. İndi baxıram bu hissədə. Banqladeşin ÜDM-si Rumıniyanın ÜDM-sindən 4 dəfə çoxdur. Rumıniyanın ÜDM-si isə Qvatemalanın ÜDM-sindən 2 dəfə çoxdur. Elə bir rəqəm götürürüm ki, həm 4-ə, həm 2-yə, yəni ümumilikdə 8-də daha rahat bölünsün. Yəni Banqladeş bərabərdir 4 dənə Rumuniyaya ÜDM-si. Rumıniyanın özü isə bərabərdir. Deyir, Rumuniyada nədir? Qvatemaladan 2 dəfə çoxdur. 2-2-yə. Yəni bu bərabərdir. Banqladeş 4 Rumuniyadsa 8 dənə də Qvatemaladır. İndi yəni 4-ə və 8-ə bölünən mənim ən çox sevdiyim nədir? Yüzlük mərtəbəsindən istifadə edirəm. Çünki burada konkret rəqəm verməyib deyə. Yəni Qvatemala 100-dürsə, Rumıniya mənim üçün olur 400, yəni 200. Onda Banqladeş olur 800. İndi deyirik, Rumıniyanın UDM-si 4 dəfə tapmışam. İndi Qvatemalanın ümumdaxili borcunu tapıb, Banqladeşin ümumdaxili borcunun miqdarını tapıram. Qvatemala 100 deyil. Orada verib. Faiz olaraq nə qədərdir? 27,2. 100-ü vuraram 27,2-yə. Bölərəm 100-ə. Dəsən, bərabər. Demək, Qvatemala'nın ümumdaxili borcu
Ümumdaxili məhsulunun 27,2%-dir. Bu da 27,2-dir. Bəs verilən misalda gördüyünüz hissədə Bangladeşin ÜDB-si Qvatemalanın ÜDB-sindən 11,8 dəfə. İndi bunu mən vurmalıyam. 11,8-ə 2. Tapım görüm. Bangladeşin ümumdaxili borcu nə qədərdir? Bu da bərabərdir bizdə 320 tam %96 eləməlidir. Nəsə belə bir şeydir. 320 tam %96 indi Qvatemalanın daxili borcudur. Deyir, tap görüm neçə faizidir. Heç nə. Həmin 320 tam %96-nı bölərəm 800-ə, vuraram 100-ə. Yəni 800-ün hansı hissəsidir? Bu da bərabərdir 40 tam %12. Bunu da təşkillərə qədər yuvarlaqlaşdıranda cavab eləyir 40. Birinci misal çətindirmi? Yox. Yazmaq olardımı? Hə. Çünki biz 2023-cü ilin vergi orqanlarının qəbulunda bundan belə hesablaması çətin olan testlərlə rastlaşmışıq. Keçirəm ikinci suala. İkinci sualla bağlı bəzilərinizin bildiyi, bəzilərinizin bilmədiyi. Bəli, Naxçıvanın vergi qəbuluna düşən suallardan biri də budur. Yəni son iştirak etdiyim imtahanlardan biri də oydu. Naxçıvan. Həmin imtahanda qəbula düşən sual tiplərindən biri də bu idi. Bu sual həm dövlət qulluğuna düşüb. Bu sualı bir neçə il bundan əvvəl izah eləmişəm. Tip olaraq ki, belə bir sualla siz rastlaşa bilərsiniz qəbullarda. Mart ayıdır bəlkə də, səhv xatırlamıramsa. Elə o da bu da bunun 3-4 dənə fərqli tipi düşür. Azərkosmosu verib. Birincisi dostlar, mənə birinci yarım ili verib. Məndən görə şərtdə nə soruşur? Deyir, Azərkosmos tərəfindən 2025-ci ilin aprel, may və iyun ayında əməkdaşlıq edən ölkələrə cəmi 6,8 peyk telekommunikasiya xidmətləri ixrac olunur. Siz burada baxsaz, baxın, ixrac olunan ümumi məbləğ 19,2-dir. Və 19,2-nin may, iyun və aprel ayları bu qədər. Bu da məndən nəyə soruşur? Baxın, cümlədə biraz oynamışıq ki, siz rübləri ayırt eləyə bilərsiniz. Rüb nədir? Yarım il 6 aydır. Rüb isə 3 aylıq bir perioddur. Deyir, birinci rübü, ikinci rübündən. Üçüncü rüb hansıdır? Birinci rüb dostlar yanvar ayından mart ayına qədərdir. İkinci rüb apreldən iyuna qədər olan hissədir. Yəni hər 3 aylıq hissə bir rübdür. Onda mənim üçün 6,8. Hansı rübdür mənim? İkinci rübüm. Yəni 6,8 budursa, birinci rübüm nə qədərdir? 19,14-dən 6,8 çıxsam qalır 10. 2 tam, onda 4. İndi burada da soruşur ki, birinci rüb, ikinci rübdən neçə dəfə çox? Heç 12,4-də bölərdim 6,8-ə. Bu da bərabərdir 1 tam 10,8. Maraqlıdır. Bəli. Asan bir misaldır. Hə. Və niyə bunu tələbələrin əksəriyyəti yazmayıb? Çünki dediyim kimi rüb ayrım seçkili olduğu zaman tələbə fikirləşir ki, ay Allah'ım, görəsən neyini? Heç nə. Keçir üçüncü suala. Demək, üçüncü sualda da yazıbdır ki, 2020 və 2022-ci illər üzrə yol vergisi verilib və bizdən yol vergisi zamanı deyir, bəzi kanallar qaralanıbdır və deyir, tap görüm 2022-ci illə 2019-cu il arasında nə qədər neçə milyon manat çox olmuşdur. Mən də nə edirəm? Verilən misalda ilk işim. Bax, 80-in gördüyünüz kimi hansı ədədin 70% artmasıdır. Bu misalda. 70% artma o deməkdir. Özdə yaz, baxın, artım faizi. Bir geriyə gedim. 2019-u tapın. 80 hansı ədədin 170%-dir. Bir şey ki artımdırsa 100-ün üzərinə gəlib böləcəm. Bir şey azalmadsa 100-dən çıxıb böləcəm. Bu da 100% nə qədərdir? X. Hə, çarpazlaşdırıb vursam verilən misalda. O zaman bu eləyir mənim üçün 47 milyon. Yəni 2019-cu ildəki göstəricilər 47 milyon 47 tam %05'dir. Aha. Bəs müəllim 2021-2022 necə tapın? Hər il artma faizi olduğuna görə 80-i birinci vurardım. 18% dediyinə görə ya 1 tam %18'ə vurardım. 1 tam %18'ə. Niyə? Çünki artım verir. Ya da üstəsəz 80 üstə gələk.
Biraz sadələşdirim. Dediyim kimi, tək bilənlərin başa düşməsi üçün deyil də, ilk dəfə bu testləri görəcək dostlarım da heç olmasa anlasın ki, niyə topladım. Əgər faizi heç ümumiyyətlə bilmirsinizsə, bu testlərə baxmamışdan əvvəl faizlə bağlı bəzi ziyanlara baxın, daha sonra gəlin bu testləri onda daha yaxşı anlayacaqsınız. 80-in üstünə gələrəm, 80-in 18 faizini bölərəm 100-ə. Hə, bu da ola bilər, problem yoxdur. Onda bir eləyir 94 tam, onda 4 milyon. Daha sonrasında isə tapdığım 2021-ci il. Bu da 7,9% artıb. Bilirsiniz, 94 tam. Onda 4'ü də vurardım. 107 tam. Onda 9'a bölərdim 100'ə. O zaman verilən buradakı məbləğ də mənim üçün alınır. 100, 1 tam, %82. İndi tapdım. 2019 47 %5'ti. 2022-ci il isə 101 tam, %82'dir. Hmm. Bəs sonra nə edeyim mən? Orasındakı fərqi tapsam. Bu məndə eləyir 54 tam. Yüzdə. Onda 8 heç o 2-ni nəzərə almıram. Burada yuvarlaşdırsam neçə qalmış olur? 55. Dediyim kimi bu keçirdiyimiz sınaq o qədər çətin bir şey deyil də. Bu əslində bir tələbənin özünü tanıması üçün olduğu bir sınaq idi ki, nəyi zəif bilirsən, nəyi yox. Ona görə növbəti sınağa gəlin. Sizlər də iştirak eləyin. Bir daha dostlar xatırladıram. Dekabr ayının 7-sidir. Tam ödəniş şəkildədir. Yəni bundan əvvəl keçirdiyim sınaqda 600 nəfər tələbə iştirak eləmişdi, əyani və onlayn. Bu sınaqda da gəlin. Sizi öz tələbələrimizdən ayırmırıq. Gəlin iştirak eləyin. Ən azından qəbul səviyyəli, qəbula düşmüş suallarla tanış olun. Və bu tam ödənişsizdir. Bir daha xatırladıram. Keçirik dördüncü sual. Maraqlıdır. Bəli, dördüncü sual tipi 2023-cü ilin Dövlət Vergi Xidmətinin qəbuluna düşən sual tipidir. Ümumi olaraq əhali sayını əhatə edir və 2021-2024-cü illərdə yalnız bir ilində daimi yaşamaq üçün Bərdə şəhərinə gələn və oradan eyni məqsədlə gedənlərdən deyir. Çox olmuşdu deyir, tapın görək hansında daha çoxdur. Mən də gəlirəm bura bir-bir qəşəng. Burada da yazmışıq dostlar. Bunlar əhalilər sayı 1000 nəfərlərlə verilib. Bir-bir verilən hissədə qeyd edilən, bax, illəri yazın. 2020, 2021, 2022, 2023 və 2024. Gəlirəm bu hissəyə. Bir əhali sayı var. Biraz əhali sayı. Bir də var təbii artım. Əhali sayı 150.200. 2020 heç ehtiyac deyil. Yəni növbət hər gələn il özündən əvvəl gələn ildən daha çox əhalisi olsa bax onu götürəcəm. İndi bu dediyim sözü gəlin biz dəftərə kitaba tökək də, yəni sözlə deməyək. Yəni nə? İkinci il 152 min 100'dür. Amma əhali sayı nə qədər artıb burada? 2,5. 2,5 yəni dostlar 2050 deməkdir. 52 min 100'dən 2050'ni çıxsa mənim üçün burada qalır 150 min 50 nəfər. Əslində bu aldığım rəqəm 152, 150 min 200'dən nə olmalıdır çox? Burada nə baş verir əslində? Yəni təbii formada əhali sayı artması əhalinin sayında nə baş verib? Azalma. Həmin dediyim hissəni burada daxil edirəm. 154.200 bir-bir yazıram. Çıxıram bundan. Nə? Həmin il artmanı. 2140 nəfər. Bu da bizdə bərabərdir. 152.060. Məsələ nədir? Siz burada fikir versəniz dostlar. Hı. Burada artma yox. Nə baş verir? Yenə azalma. Yəni 100-dən, yəni bir il özündən əvvəl gələn ilin daha çox artması oldu. 2023-ə baxıram. 155 min 900'dür. Çıxıram həmin il olan təbii artımı. 1619. Onda bu da bizdə bərabərdir. 154.281. Fikir verin dostlar.
200 nəfər idi 2022-də, olub indi 281. Nə qədər artım baş verib əhalidə? 81 nəfər. Bitdi. Bəli, bu sual biraz müzakirələrə səbəb olmuşdu 2023-cü ildə. Orada bir neçə tələbə və müəllim heyəti olaraq burada bir sualın qoyuluş tərzində biraz tam aydın olsa daha yaxşı olardı. Düzdür, bu sual daha sonra məhkəməyə verilmişdi və bərpa edilmədi. Amma digər suallardan bir neçəsi bərpa edilmişdi. Yenə də belə bir sual idi. Yazmaq olardımı? Hə. Təbii ki, izahını biləndən sonra. İlk dəfə bir şeylə rastlaşanda sözün əsl mənasında insanın gözünə çətin görsənir. Nə qədər böyük olsa da misal yadda saxlayın. Müşahidələrim bunu göstərir. Misalın həlli o qədər asan olur. İndi isə sizinlə bərabər vergi orqanları üzrə 2021 və 2023-cü ilin statistikaları verilib. Qeyd edelim ki, burada istifadə edilən statistikaların böyük əksəriyyəti tamamilə doğrudur. Yazıb vergi orqanlarını verib və verilən hissədə 1721, 3002 bu olan illər dostlar. 22-də sənəd qəbulu verən şəxslərdir, imtahandan keçən şəxslərin sayısıdır. Burada da soruşulur ki, deyir, əgər 2025-ci ildə 21 dekabr keçəcək, ümumilikdə 3400-ə yaxın adamın iştirak edəcəyi və imtahanda uğur qazanacağını təqrib olaraq 11% nəzərdə tutulub. Deyir tapın görək, ümumi imtahanda imtahanda uğur qazanan və uğur qazana biləcəyi düşünülən tələbələrin sayı ümumi tələbələrin neçə faizini təşkil edir? Biz də gəlirik qəşəng bura. Bunların hamısını toplayıram dostlar. 168, üstə gələk, 148, üstə gələk, 616, üstə gələk, 3400-ün da 11%-i nə qədər eləyir? Tapıram onda 3400-ü, vur 11-ə bölü 100-ə. Bu delir 374. Bunların hamısını topluyor. Bölürəm ümumi adam sayına. Yəni ümumi adam sayı 1721-in üzərinə gəlirəm 3207-ni, üzərinə gəlirəm 2764-ü və üzərinə gəlirəm 3400. Yəni bunun neçə faiz olur? Vururam 100-ə. Onda verilən misalda da mənim üçün bərabər etmiş olur 12% təqrib olaraq hesablamalar. Dedim ki, burada bəzi rəqəmləri bütöv şəkildə yazıram ki, bir də hesablama sözünü də hesablaya bilərsiniz bu arada. Daha sonrasında keçək 6-cı suala. Maraqlıdır. Gördüyünüz sualla həm dövlət qulluğunda, həm dövlət vergi xidmətində, həm yüksəliş müsabiqəsində bir neçə dəfə rastlaşmışıq. Bəli. Hal-hazırda ekranda gördüyünüz sual da dövlət vergi xidmətinin Naxçıvan imtahanına qəbula saldığı sualdır. Əslində çətin sual idi mi? Xeyr. Mən bunu yaza bilərdim. Bəli. Deyir, birinci qrupda televizor izləyən respondentlərin sayı, yəni televizor izləyənlər hansıdır? Qırmızı hissə. Deyir, ikinci hissədə qida qəbul edənlərin sayına bərabərdir. Ümumiyyətlə, bir misalda 10, 20, 22 varsa, birinci qrup görürsünüz 20-dir, ikinci qrup 10. Yəni, birinci qrupun 20%, o birisinin 10%-nə bərabərdirsə, yəni, məsələn, bura 5 desəydim əgər, məsələn, özümdən deyirəm, bu 50 idisə, bunun 10%. 10% olan ədəd 50, 500-dür. 10%. 20% 50 olan ədəd neçədir? 250. Yəni bu o deməkdir ki, birinci qrupdakı adam sayı, ikinci qrupdakı adam sayı neçə dəfə azdır? 2 dəfə. Mən burada nə bilim indi 100 qoysam, ümumi qrupdakı adamları sonra iki qrupda bir yerdə. Burada dostlar, birinci dərk eləməli olduğum və başlamalı olduğum yer nədir? Birinci qrupdakı adam sayı nəyə əsasında təyin edilməli? Təyin edəcək şey bilirsən nədir? Görürsən rəqəmlərin hamısı 10, 22, 20, 18 cüt ədəd olduğuna görə və 0 var deyə. Götürə biləcəyin ən kiçik ədəd 50-dir. İndi necə yəni mən burada məsələn 17 desəydim, 17-dən 50 götürə bilməzdim. Niyə? 50-nin 17%-i 8,5-dir. Respondent nədir? İnsan. İnsan natamam götürə bilərsiniz. Ancaq nə olmalıdır? Tam ədəd. Onda verilən misalda, əgər bu 17 deməli cüt ədəddirsə, mən buranı minimum neçə götürə bilərəm? 50. Çünki bu məndən iki qrupda deyir ən azı. Əgər 50 nəfər adam buranı götürsə, 50-nin 20%-i nə qədərdir? 10.
Amma bu 10 digərin neçə faizidir? 10 faiz. Bir də belə bir sual yarana bilər. Niyə 40 götürmürük? 22 deyiləm. Yəni elə belə də götürməsək dostlar. Bizə də ən azından 2 faiz 1 eləsin. Məsələn, 16 faiz yazmır. 40 16 faiz nə qədərdir? 6,4. Mənə lazımdır. Dediyim kimi indi əgər bu sualla bağlı sıxıntınız olsa deyin. Yenə də altdan bunun başqa bir tipində sizə gələn səfər sınaqda təşkil edəcəm. Yazın deyə. 20 faizim var. Və ya dediyim kimi, buranı 50 nəfər götürsəm, 50-nin 20 faizi nə qədərdir? 10 nəfər. 10 amma o birisinin neçə faizidir? 10 faiz. Onu görək hansı da 10 faizidir? 10 ədədi 10 nəfər 10 faizdə 100 faiz nə qədərdir? X. Tapırsan ki, yəni ikinci qrupda da 100 adamdır. Ümumiyyətlə minimum bu iki qrup birlikdə neçə nəfər ola bilərmiş? 150. Yəni 50'si sol birinci qrupda, 100'ü sağ tərəfdə. Müəllim olmazdı 50'ni bura verim. Yox, çünki niyə görürsünüz? Bunun 20'si bunun 10'una bərabərdir. Yəni bu ondan neçə dəfə böyükdür? 2 dəfə. Görürsünüz? 50 100'dən 2 dəfə nədir? Kiçikdir. Keçirik 7-ci suala. Benim en çok sevdiyim sualdır. Maraqlıdır. Deyir dostlar, bu sual tipi ilə bir neçəsi var. Bunu mən hər həftə sonu biz tələbələrlə keçirik ki, rəqəmsal hissəni. Orada bunun fərqli-fərqli tipidir. Həqiqətən sözün əsl mənasında 5-6 cür artma, ardıcıllığı var deyə pozulmanı bərpa elə. Tələbələr həmişə çaşır. Çünki niyə? Burada hamısı arta-arta gedir deyə. Adam fikirləşir ki, burada harada baş verir ki, azala baş vermir dostlar. Bu artma sayı, yəni arasındakı fərqin davamlı artmasını bizdən soruşur. Mən də nə edirəm? Bax, 74-dən 7422-dən 7500, bu il 81. Yəni növbəti gələn ədəd, özə bura baxın, hesablama vahidi kimi milyon götürülür. Yəni bir, minimum bir vahid var. Hər il özündən minimum bir vahid və daha çox yuxarı olmalıdır. Baxın, 7500 düşdü olub 85, 82 milyon olub. Görürsən, birinci 81 artıb, sonra 82 artıb. Görürsən, davamlı artma var. İndi 80, məndə növbəti gəlin il neçə olmalı dostlar? Yəni minimum olaraq artmanın davamlanması üçün 83. İndi baxıram 85 olub 65. Bu bura 80 artıb. Aha. 82 deyil. Amma mən demişdim neçə olmalıdır? 83. Davamlı artma olması üçün. Onda verilən misalda neçə milyon adam çatmır ki artsın? 3 milyon. Arasındakı fərq nə qədər? Demək burada 3 milyon artmalıyam ki artma davam eləsin. Növbəti gəlin il isə artıq 83-dürsə bura. Ora neçə olmalıdır? 84. Baxıram 65 olub 47. Bu eləyir 82. Amma mən bilirəm ki, məndə burada artma neçə olmalı idi? 84. Burada indi nə çatışmır? Yenə 2 milyon. Adam ki, minimum artma. Növbəti gəlirli 85 və ondan yuxarıda da ola bilər. 47-dən 51-ə. Burada mənim üçün siz diqqətlə baxsanız artıq 47-dir. Olub 7851. 100 neçə milyon? Tamam, nə qədər və 104 milyon və növbəti ildə 51 olub. 48-ci bu hissə diqqət edin ha. 104-dürsə mənim artıq minimum 104-dür. Misalın bu hissəsində dostlar doğru cavabı qeyd eləməmişik desin ha. Bu əslində 41 olmalıdır ona görə. Bu hissəni bir dənə şey eləyim. Ha. Bunu 41 eləyim ki. Misal davamlı artsın. Ha. Bu hissəsi 41'dir. Bu eləyib 90. 4. 41'dən də 48'ə gedib. Bu eləyib 107. Və davamlı artma gedir. Sadəcə oradan çatışmır. 2 ilə 3. Cəmi neçədir? 5000. Misal rahat idi mi? Şərtin başa düşsən, əlbəttə ki, misal rahatdır. Sonra dəyərli dostlarım, digər bir sual gəlir. 8-ci sual. Sözün əsl mənasında. Gördüyünüz hissədə yazı və neçə şirkətin payları birlikdə. Ümumiyyətlə məndə bütün hissə 100%'dir. 100'ün də 3'də biri, yəni 33,33'dür. Burada deyir hansıları birləşdirsək, neçə şirkəti birləşdirsək buna yaxın olar. Yalnız buradan Sokarı, Fraunu və bir də 10 ilç, 10
Videş LTD-ni birləşdirsək bu üçünü bir yerdə. Olur bizdə 33,4%. Yəni ən yaxın bunları birləşdirə bilərik ki, ona yaxın olsun. Yəni 3 dənə şirkəti cəmi. 9-cu misaldır, neft məsələsidir. Bunu biz dövlət qulluqlarının qəbullarından yaxşı bilirik. Məsələn, amma sizə desəm ki, vergi orqanlarının qəbuluna düşür. Bəlkə də bəziləriniz bilmirsiniz deyə fikirləşsiniz ki, hansını? Bəli, Naxçıvandır. Naxçıvan imtahanı elə bil ki, sanki dövlət qulunun qəbulu idi. Biraz fərqlidir orada situasiya. İnşallah Naxçıvan qəbullarını da sizlərlə bərabər paylaşacağım. İzləməyiniz üçün, baxmağınız üçün görə orada nə tip suallar varmış. Mənə veribdir ki, 70 dollar olsun. Hər 10 dollar azalanda 0,8 milyard azaldasan ümumi büdcədə. Hər 10 dollar artıq olsa 0,8 milyard da artırasın. Onu da mən nə edirəm? Birinci bax burada verilən misallar 70. O da olsun. 14'də 3. Üstə gəlir. 46 vurulsun. Hissələr bir-bir topla. 2'də 1 plus 42 də vurulsun. 7'də 2. Bu tərəf mən deyir 15. Üstə gəlir. 23. Üstə də gəlir. 42'də 7 ki 12. Hamısını toplasam 50 dollar. Mən indi əslində 70 dollara satmalıydım neft. İndi olub 50 dollar. Hal-hazırda nədəyəm? Ziyanda. Yəni nə? 0,8 milyard qədər azaldacağım. 70'dən çıxıram 50'ni. Bölürəm ona. Niyə? Görün neçədən onluq var burada? 2'dən. 2'ni də vururam 0,8'e. Ki, yəni ümumilikdə 1,6 milyard dollar ziyandayam. Və o ziyanı 48,4'dən çıxardım 1,6'nı. O da bərabərdir. 46,8. Yuvarlaqlaşdırsam 47 milyard. Hə, bəli, Naxçıvan qəbuluna düşən sual gördüyünüz yerə birə-bir bu sualdır və verilən misalda da azalmanı soruşurdu, artmanı. Biz həmişə öyrəşmişik, davamsız videolardan bilirsiniz. Artma olurdu, toplayırdın, topbursa versə. Bəli, və orada bu arada qeyd edeyim ki, bunu sizə köməkli məqsədilə vermişəm. Bu hissəni verməmişdim. Keçidəcəm 10-cu sualım. Görək onda nə var. Sadə bir sual idi. Deyir, 3 təlim növü üzrə istiqamətlər verir. Deyir, tap görüm hansı 800 və 1200 intervalına aiddir. Özdə nə? Qısa müddət təlimlər, boz hissə. Yəni 800-1200 aralığında qiyməti yalnız sən 2017 ala bilərsən. Necə? Deyib baxın. Elə bir məsələn, bunun başlanğıcı olsun 700. Burada olsun 1650. Yəni 800-1200 o aralığı keçməmək şərti ilə. Yalnız 2017. Buna şifahi baxan kimi hər kəs edə bilir deyə düşünürəm. İndi isə keçirəm 11-ci suala. Demək olar ki, bu sualı çox adam səhv yazmışdı sınaqda. Ümumilikdə 305 nəfər əyani tələb iştirak eləmişdi həmin bu sınaqda və iştirak edən 305 nəfərin arasında bəlkə də yəni 20-yə yaxın adam bunu düz yazıb. Qalan hamı ya yazıb dəyişməzdi. Bilmirəm niyə o dəyişməzdin yazıb. Bir də yazıb 1,175. 1,175 yazanları biraz başa düşmək olar ki, yəni burada hər şey necə görsənir, nə edib. Demək dostlar, indi nə edirəm? Bax, 2019-cu ildə deyir məşğul şəxslərin sayı 25% çox olsaydı. Birincisi, ümumi daxili məhsuldur. Adam sayı vermədiyinə görə özünüzdən hesab edin. Yəni saatlıq maaş. Məsələn, 2019-da mən bir nəfər üçün, məsələn, 100 nəfər adamım var. Hərəsini 8 saat işlətsəm, yəni 100 nəfər, vuraram 8 manata. Deməli, mənim bir saat ərzində həmin o verəcəyim 100 nəfərə 800 manat pulum olmalı. Deyir, ÜDM-nin illik həcmi və iş saatları miqdarı dəyişməsəydi. Yəni nə 8 manat dəyişməmişəm saatı, nə də ki həcmi dəyişmirəm. Amma deyir, 2019-cu ildə adamların sayını 125 nəfər eləyəcək. Yəni indi mən 125 nəfər adam 25% artırmalıyam. Olur 125 nəfər. Bunu da nəyə hesab vurmalıyam ki, dostlar, yenə alınsın. Ümumdaxili məhsul miqdarı dəyişmir 800. Yəni nə? İndi 2019-cu ildə əgər adam sayı 25% artsaydı, bir adamın orta saatlıq maaşı olacaqdı 6 manat 40 qəpik. Deyir 2016-cı ildə isə 606 manat 60 qəpikdir. Yenə bunu özümdən 100 götürürəm. 100 nəfər olsun. Yəni 660 manat pul ödəməliyəm bir saata.
Və deyir indi buradakı adam sayı 20% az olsaydı 2016-cı ildə. İndi adam sayı 100 yox. Yəni nə? 80 nəfər olanda onda götürüb o misalı. Yəni 660-ı bölərdim nəyə? 80. Yəni X manat məbləği vurmalıyam. Bu da eləsin 660. Tapırsan ki 2016-cı ildə isə ümumi məbləğim 8,125 manat. Yəni 8,25 qəpik. Deyir bu ikisi arasındakı fərq nə qədərdir? 1,85 manat. Birində adam sayını artırıb böldüm, birində adam sayını azalt. Çünki o özü deyir. Və deyir ümumi daxili məhsula dəymə. İstehsal olunan həcmi dəyişməzdir. Bəli, maraqlı bir sual idi. Bu köhnə sualdır. Sadəcə olaraq biraz üzərində modifikasiya eləmişdim deyə. Uşaqlar bu sualın cavabını əzbərdən bilirdi. Bundan əvvəlkinin ki 4 tam neçə. Hə, indi dəyişmişik deyə biraz düşmüşdülər. Misalın çətinliyin üstündəki yox, çətindir. Keçirik 12-ci suala. Biraz zəhlətökən misaldır. Niyə zəhlətökən misaldır? Çox uzundur. Əslində mən biraz tələbələrə kömək olsun deyə, motivation olsun deyə bir balacacana 1000 nəfərlərlə yazmışam burada. Yazıb 115, 128, 139. Hamısını toplayırsınız dostlar bu verilən məbləğlərin. Hələ mən rəqəmlərin ardı səs silmişəm ha. Hepsini topluyoruz. Anlıq 5780. Deyir bunun hansı 4%-nə yaxındır? Bunun 4%-ni top. Vur 4-ə böl 100. O da 230. Bir tam. Yok 200. Ben de 200 deyip 300 yazırım. 231 tam onda 2. Ha. Şimdi bunu tapıram dostlar. 230. Bu da neye yaxındır? Pakistan. Dedim kimi bu sınaqda biraz sizlərə qarşı saflı davranmışıq ki, hamının motivation'ımız əslində olan dedim və baxırsınız ki, sualların çoxu çətin gəlir. Təbii ki, ilk dəfə edənlər üçün çətindir, amma qorxmayın. Yəni həyatda insan yalnız qorxduğu zaman hər şeyini itirə bilir. Qorxmayın. Ehtiyat edin. Ehtiyat deyirik, gedin yaraşıqdır. Bəli, ehtiyatlı davranmaq lazımdır, amma qorxmayın. Ən çox verilən suallar. Kimdir müştəri, nə qədər adam keçib, kimdir müştəri, kimlər olur, müsahibələr niyə? Bax, bu gördüyünüz rəsmi məlumatların hamısı Dövlət Vergi Xidmətinin rəsmi saytından əldə etdiyim məlumatlardır dostlar. Yəni ki, gördüyünüz kimi 2023-cü ildə də 6 mərhələli müsahibə prosesi gedir. Birinci müsahibə prosesində sırf ibtidai istintaq və hüquq üzrə olanlardır. Və digərləri isə daha sonra indi eləsi var 4-cü ay, 6-cı ayda keçirilən var, 7, 8 və bir aylıq böyük bir fasilədən sonra olub. Bu misalda nə sorulur? Dostlar, deyir 02 2024-cü ildə verilən, yəni ki, imtahanda müsahibəsinə keçənlərin sayı görürsüz 33-dür. Keçənlərin sayı bizdə nə qədərdir? Yəni kəsilənlərin sayı 10 nəfər. Demək ümumilikdə nə qədər adam keçib buradan? 23. İndi icazənizlə bunu buradan belə yazım ki, 23 nəfər. Müəllim, bu hansı ədədə oxşuyur? 86 nəfərdir gördüyünüz. Bu neçədir? 13. 86-dan 13-ü çıxardım. Demək burada keçib 73 nəfər. 41 nəfərdir dostlar. İndi bilirsiniz əslində bu nəyə əsasən təyin olunur? 616 nəfər var. Mən bir balaca misalda mürəkkəblə kəsin. Yəni heç 616-nı verməzdim. Tələbələr özü bir balaca fikirləşərdi. Heç verməsəm biz misal da almaq olmazdı. Tapırsan ki, bunların hamısını toplasan, ümumi iştirak edənlərin. Səndən burada 105 nəfər imiş. 41 nəfəri imtahandan kəsilibsə, demək 84 nəfər keçib. 82 nəfər müsahibədə iştirak edən var, 38-i kəsilib. Və buradan belə bir nəticə çıxır ki, 44 nəfər də buradadır. İndi ən sonda deyirəm bu 23 nəfər. Digər imtahandan keçənlər neçə faizdir? Ümumilikdə 396 nəfər də müsahibə mərhələsindən keçir. 616-ya nəzərim. Yəni hər 3 adamdan ikisi müsahibədə uğur qazanır dostlar, ortalama olaraq. Bu 23-ü də götürüb böləcəkdik 373-ə, vuracaqdıq 100-ə. Bu da bərabərdir 6% təqrib olaraq. Çünki niyə yuvaraqlaşdırmanı soruşur məndən. Sonra keçirik digər hissədə. Köhnə qəbul suallarından birində bura salmışdıq ki, bəlkə ola bilər kiminsə gözünə dəyər.
Kimsə bunu yazmaq istəyir. Rəqəmlərini də dəyişməmiş, amma 2019-2020-ci illərin statistikasıdır. Dövlət qulluğu ilə bağlı. Deyir, hansı ayda qəbul olma faizi daha az olur? Əlbəttə ki, götürüb dostlar tapsanız burada. Bu keçən adam sayıdır göğüssə. Bu isə ümumi adam sayıdır. Keçən adam sayını ümumi adam sayına bölürəm. Məndə burada 3 dənə, 4 dənə ay verib cəmi. İyun ayı. İyun ayı keçənlər, yəni 06 olanlardır, deyib bura. Bu hissədə ümumi faiz göstəricisi 25,1-dir. Aprel ayında keçənlər, yəni 4 son 2, 23,6-dır. Sonra dekabr ayı var burada. Dekabrda keçənlər 32%-dir təqrib olaraq. Bir də var C bəndində, D bəndindəki avqust ayı. Avqustda da ümumi keçənlərin nisbəti 37,2. Ən az olan aprel ayı. Bu verilən 4 aya nəzər. Sonra keçirəm növbəti 15-ci suala. 15-ci sualda isə bu yaxınlarda keçirilən dövlət qulluğunun sentyabr ayındakı qəbulunda da düşmüşdü. İstədim bunu bir daha burada salım ki, çünki bu misalın həqiqətən özündən istifadə edib bundan 10 cürə, 15 cürə fərqli misal çıxartmaq olar. İndi məsələn adam var, bunun cavabını əzbər bilir ki, cavabı 200%-dir. Amma mən orada dəyişiklik eləmişəm, təbii ki. Gəlirəm bura gözəl. Deyir burada verilənlərdən hansı doğrudur? Çünki niyə? Mütləq doğru soru var. İqtisadiyyat üzrə müraciət edilən 60%-i Türkiyənin payına düşür. İqtisadiyyat üzrə 60% 48 nəfər. Türkiyənin payına düşür. Türkiyədə nə qədərdir? 109 nəfər. Ola bilər. Olmaya da bilər. Şərtdir yox. Burada doğru cavab D bəndi idi dostlar. Deyir, maliyyə, iqtisadiyyat, hüquqşünas, menecment və biznes Ukraynaya da təhsil ala bilər. Doğrudur. Çünki niyə? Ukraynada 328 nəfərdir və yerdə qalanların hamısı da o dediyi ixtisasları toplasan elə 328 edir. Bəli. Bir yerdə hamısı Ukraynada təhsil ala bilər. Almaya da bilər. Amma o demirik alacaqdır. Alacaqdır desə qətidir. Biz bunu hardan bilirik? Mətn mühakiməsindən, verbal mətnlərdən. Təbii ki, sınaqda dostlar, yeni tip. Bu sınağın rəqəmsal hissəsinin izahıdır. Abstrakt hissəsi ilə də sizə belə tanış edirəm ki, özünüz üçün misallar edin. Hətta dediyim kimi bir də yazın bizə bunun kitabçanın PDF formasını sizə göndərək. Baxın. Suallarla belə ötəridə tanış ola bilərsiniz. Bütün imtahanı təşkil edib. Bu sınağı da mən və mənim əziz müəllim yoldaşım Emin müəllim bir yerdə təşkil etmişdik. Emin müəllim də ki, yəni son keçirilən o da vergi orqanlarının Respublika birincisinin müəllimidir. Əlavə olaraq yeni tip mətnlərdən istifadə etmişdik. Burada da smartfonlarla bağlı olan mətndir. Sadə mətnlər də salmışdı, biraz motivasiya xarakterli. Mətnlərlə də tanış ola bilərsiniz. Və bir də dostlar, bir daha istəyirəm sonda da xatırlatma verib. Sınaqda iştirak eləmək üçün yazın. Düzdür, mənim nömrəm yazılıb bura. Mənə yazmayın, mənim mesaj çox olur. Amma eybi yoxdur, yaza da bilərsiniz. Aşağıda yorum hissəsində nömrələri bərkidəcəm, onlara yazın. İnşallah bunun abstrakt və verbal hissəsinin izahı da sizlərlə növbəti videoda paylaşılacaq. Kanalı izləmədə qalın, abunə olun. Qoy hər şeyin yaxşı hər zaman sizi tapsın. Hər birimizə uğur arzulayıram. Və ən əsası da odur ki, hər zaman özünüzə güvənin, özünüzü sevin. Sonrası Allah kərimdir. Görüşərik növbəti videoda.